Hidrometeorologiya xidmətindən aldığımız məlumata əsasən bugün Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Xüsusi yağışlı və qarlı hava şəraiti gözlənilmir. Lakin dünən gecədən bugünkü günə, yəni səhərə keçid ərəfəsində çiskinli yağışlar müşahidə olunurdu ki, bu da günün müəyyən hissələrində əsasən də səhər saatlarında qısa müddətli ola bilər, amma şiddətli və intensiv yağışlarla əvəz olunmayacaq. Havanın temperaturu 11 dərəcəyə qədər isti olacaq. İlk olaraq şərq küləyə əsəcək və küləyin istiqaməti gücü 5-10, bəzən 15 metr saniyə sürətlə və güclə hərəkət eləyəcək. Günün ikinci yarısına etibarən isə küləyin istiqaməti biraz azala bilər, gecəyə doğru biraz arta bilər. Atmosfer təzyiqi 779 mm civə sütunundan 776 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85, gündüz isə 60-65% olacaq. Qeyd elədiyimiz kimi bugünü qarlı hava şəraitinin, yağışlı hava şəraitini keçirən bölgələrimiz var, amma ilk olaraq daha sakit keçirən bir bölgəmizdən başlayacaq. Naxçıvan şəhəri, Culfa, Ordubad, Şahbuz, Şərur, Sədərək bu ərazilərdə bugün qısa müddətli yağıntılar gözlənilir, lakin çox şiddətli olmayacaq. Şərq küləyi əsəcək, 5-10 metr saniyə sürətlə və güclə hərəkət eləyəcək. Ara bir duman olma ehtimalı var. Günün gedişatında hava dəyişkən buludlu olacaq. Havanın temperaturu isə 11-12, bəzən 13-14 dərəcəyə qədər isti olacaq, lakin axşam saatlarına doğru temperatur getdikcə aşağı enəcək və küləyin istiqaməti gücü yenə qeyd etdiyimiz kimi 5-10-15 metr saniyə sürətlə və güclə hərəkət eləyəcək. Lakin yağıntılı bölgələrimizdən ilki Qarabağ bölgəsidir ki, Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Daşkəsən, Gədəbəy və Göygöl rayonlarında, Ağdam, Füzuli ərazilərində bugün yağıntılar biraz daha güclü olacaq. Dağlıq ərazilərdən başlayaraq qarlı hava şəraiti müşahidə olunur. Bölgə ərazisində qısa müddətli yağışlar da gözlənilir. Daha sonra sulu qara və qara çevrilmə ehtimalı çoxdur. Küləyin istiqaməti və gücü 5-10-15, bəzən 18 metr saniyə sürətlə və güclə hərəkət eləyəcək. Havanın temperaturu isə 7-8, bəzən 10-11 dərəcəyə qədər isti olsa da, günün gedişatında əsasən də axşam saatlarına doğru şaxtalı hava şəraiti ilə əvəz olunacaq. Cəbrayıl, Kəlbəcər, Qubadlı, Zəngilan, Laçın bu ərazilərimiz də yağıntılı günü keçirən ərazilərimizdən biridir. Belə ki, dağlıq ərazilərdən başlayaraq qarlı hava şəraiti bölgə ərazisində əhatə eləyəcək və dəyişkən buludlu hava olacaq. Qısa müddətli dumanlı hava ola bilər, amma küləyin istiqaməti gücü və eyni zamanda yağıntıların da çox olması nəticəsində havanın temperaturu da getdikcə aşağı enəcək. Ümumilikdə 5-10-15 metr saniyə sürətlə və güclə hərəkət edən şərq küləyi müşahidə olunur ki, gecə saatlarına doğru küləyin istiqaməti artdığına görə qeyd elədiyimiz kimi havanın temperaturu da getdikcə aşağı enəcək. Yağıntılı bölgələrimizdən biri də keçən günlərə nəzərən, yəni keçən günlərdə, keçən həftələrdə daha sakit hava şəraitinin müşahidə olunsa da bu günü qarlı və yağışlı hava şəraiti ilə dəyişən qərb bölgəsidir. Qərb bölgəsində də bugün küləyin istiqaməti və gücü 5-10-15 metr saniyə sürətlə və güclə hərəkət eləyəcək. Axşam saatlarına doğru 0-5 dərəcəyə qədər şaxtalı hava şəraiti müşahidə olunur. Xüsusilə də dağlıq ərazilərdən gələn yağıntılar bölgə ərazisini də əhatə eləyəcək və gün boyu dəyişkən buludlu olacaq. Şimal bölgəsində keçid alırıq. Şimal bölgəsi bugün sakit hava şəraiti ilə müşahidə olunur. Belə ki, qısa müddətli yağıntılar ola bilər. Çiskinli yağışlar və qısa müddətli xüsusi yağışlarla əvəz oluna bilər. Lakin dağlıq ərazilərdən başlayan qarlı hava şəraiti bütün bölgə ərazisini əhatə eləməyəcək və gün boyu intensivləşməyəcək. Qeyd elədiyimiz kimi qısa müddətli yağıntılar gözlənilir. Küləyin istiqaməti və gücü 5-10-15 metr saniyə sürətlə və güclə hərəkət eləyəcək. Havanın temperaturu 10-11, bəzən 12 dərəcəyə qədər isti olsa da dağlıq ərazilərdə getdikcə bu temperatur aşağı enəcək. Əsasən də axşam saatlarında 0-5-2-3 dərəcəyə qədər şaxtalı hava şəraiti ilə əvəz olunur. Mərkəzi Aran bölgəsi də bugün sakit hava şəraiti ilə seçilən bölgələrdəndir. Xüsusi yağıntılar gözlənilmir. Dağlıq ərazilərdən başlayan və digər bölgələrdə olan yağıntılar bu bölgəyə bugün xüsusilə təsir göstərməyəcək. Qısa müddətli yağıntılar ola bilər, lakin dəyişkən buludlu olacaq. Küləyin istiqaməti və gücü 5-10, bəzən 15 metr saniyə sürətlə və güclə hərəkət eləyəcək. Havanın temperaturu isə 11-12, bəzən 13-14 dərəcəyə qədər qalxsa da axşam saatlarına doğru temperatur getdikcə aşağı enəcək. Cənub bölgəsi isə yenə bugünü yağıntılarla keçirən bölgələrimizdən şimal-şərq küləyi əsəcək, 15 metr saniyə sürətlə və güclə hərəkət eləyəcək. Havanın temperaturu yağıntılar daha şiddətli olduğuna görə, həm qarlı, həm də qısa müddətli yağışlar olduğuna görə dağlıq ərazilərə daxil olmaqla günün gedişatında temperaturun da aşağı düşməsinə səbəb olur ki, belə ki, dağlıq ərazilərdə də, bölgə ərazisində də temperatur 10-11 dərəcə aralığında dəyişsə də axşama doğru şaxtalı hava şəraiti ilə əvəz olunacaq. Belə, bugünə həm paytaxtımızda, həm də bölgələrimizdə olan xüsusi hava haqqında məlumatlar və informasiyalar bunlar idi. Növbəti günlərdə də biz bütün bu məlumatları vaxtında sizlə bölüşəcək ki, günün gedişatı sizin üçün problemli olmasın, amma havanın gedişatı sizin əhval-ruhiyyənizi mənfi yönündə heç vaxt dəyişməsin. Gününüz xoş keçsin. Biz isə indi qısa bir fasiləyə keçid alırıq. Daha sonra proqramımız öz axarında davam edəcək.